Hörmətli müəllimlər və şagirdlər, hər birinizi salamlayıram. Hər birimizə məlumdur ki, 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu tarixi gün Azərbaycan xalqının həyatında böyük bir əlamətdar gün kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Azərbaycan dövrünə bir daha nəzər salınır, onun tarixindəki yeri və rolu ətraflı təhlil edilir. Dövlət quruculuğu təcrübəsi hər tərəfli öyrənilir. Bizim məktəbin kollektivi də hər il bu tarixi günü qeyd etməklə gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi işini həyata keçiririk. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsif bəy Yusufbəylinin, Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinski və başqalarının böyük rolu olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbiçilərin adları xalqımızın yaddaşında əbədi həkk olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər, müstəqil dövlətçilikimizin əsasının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Deməli, demokratik və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətlərin asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrinin daha əvvəl qadınlara seçki hüququnun seçilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, mədəniyyətin inkişafında xüsusi diqqət göstərilməsi, nizami milli ordunun təhlükəsiz strukturların qorunması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyası, mahiyyət və mənası əyani şəkildə səciyyələndirilir. Deməli, biz dedik ki, xalqımızda olan müstəqilliyi əldə etdikdən sonra bu müstəqilliyimiz 23 ay sürmüşdür. Bəli, Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti 2 yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalır, müvəqqəti olaraq devrilir. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etmişdir. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və Məmməd Əmin Rəsulzadənin bir kərə yüksələn bayraq bir daha enməz şüarı öz əksini tapdı və nəhayət ki 1991-ci il Sovet imperiyasının dağılması ilə Azərbaycanda yeni öz müstəqilliyini elan etdi. Biz dediyimiz kimi əvvəlki illərdə müstəqil olmamışıq, amma müstəqilliyi çox arzulamışıq, çox istəmişik. O qədər müstəqil olmaq istəmişik ki, amma biz müstəqilliyi çatmışıq, amma çatdıqdan sonra da pis fikirli, pis niyyətli insanlar bizim müstəqilliyimizi davam etməsinə imkan verməyiblər. Deməli, bizim bu müstəqillik əldə etməyimizdə böyük səy olan Məmməd Əmin Rəsulzadən dedik ki, bir kərə yüksələn bayraq bir daha enməz şüarı indi də bizim dilimizdədir. Əlbəttə ki, bizim bayrağımız heç vaxt, heç zaman enməyəcək. Hər zaman göylərdə, səmalarda dalğalanacaq. Və
Bizim müstəqilliyimizin 23 ay sürdükdən sonra, müstəqilliyimiz sona çatdıqdan sonra nəhayət ki, Azərbaycan xalqına çox arzuladığı müstəqilliyinə yenidən qovuşdu. Azərbaycan xalqının tarixinə yeni bir günəş işıq saçdı və xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrinə əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı, möhkəmləndirməyi bacardı. Dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü. Ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Və bugün bizim ümummilli lider Heydər Əliyevin oğlu, möhtərəm prezidentimiz, onun davamçısı, bugün möhtərəm prezidentimiz olan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyət quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur verir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər həyata keçirilir. Deməli, biz Məmməd Əmin Rəsulzadənin yaratdığı müstəqilliyi, əldə etdiyi müstəqillikdən danışdıq, 23 ay sürdüyündən danışdıq və deməli, bu 23 aydan sonra Azərbaycan müstəqilliyini itirir və müstəqil olmur. Yəni, bir dövlətin müstəqil olması ən böyük xoşbəxtlikdir ki, bugünkü gündə biz bu müstəqilliyi yaşayırıq. Biz bu gündə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən və bəhrələnməliyik. Cümhuriyyətimizin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil. Həm də onun bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Bəli, biz bugünkü gündə müstəqil bir dövlətik. Müstəqil bir dövlətin vətəndaşları çox sevinirik ki, artıq Azərbaycan xalqı müstəqildir və biz Azərbaycan xalqı olaraqdan öz müstəqilliyimizi qoruyub saxlamalıyıq. Əziz uşaqlar, hər bir xalq, hər bir dövlət müstəqil ola bilər, amma bu müstəqilliyi qoruyub saxlamaq lazımdır. Biz bu müstəqilliyimizi qoruyub saxlamaq üçün prezidentimizin ətrafında sıx birləşməliyik.